Bismillahirrahmanirrahim. Ve salatu ve selamu ala Resulina ve Nebiyyina Ebil Qasimi Muhammed ve alihi teyyibine tahirin. İmam-ı Rıza salamullahi aleyh en abaihi en İmam-ı Ali inne Resulullah sallallahu aleyhi ve sellem hatabna zata yevmin fekale. Hazreti İmam Rıza'dandır. O da İmam Ali aleyhisselamdan nəql edir ki, həqiqətən Peyğəmbər bir gün xitab elədi cəmaata. Zahirən başqa yerlərdən istifadə olunur ki, bu Şabanın axırıncı cümə günü Peyğəmbər bu xutbəni oxuyub. Əyyuhənnas, ey cəmaat, İnnehu qad əqbələ ileykum şəhrullah. Bilin ki, Allah ayı sizə yaxınlaşdı. Bil bərəkəti və rəhməti vəl məğfirət. Bərəkətlə, rəhmətlə və bağışlanmaqlıqla. Birinci dərəcədə burada Həzrət Peyğəmbər Xuda sallallahu aleyhi və səlləm orucluğun yaxınlaşmasının iqbal sözü ilə, yəni sizə üz tutdu, gəldi sizin sorağınıza. Başqa bir sözlərlə də Peyğəmbər deyə bilərdi, əta, yəni gəldi. Rivayətlərdə var, əta rəculun ilə nəbi, bir kişi gəldi Peyğəmbərin yanına. Amma iqbal sözünü işlətməkdə şayət mənalarından biri budur ki, iqbal elə ərəblərdə də bizdə də şans mənasında gəlir. Bu mənada ki, yəni Peyğəmbər bizə demək istəyir ki, sizin bəxtiniz gətirib ki, orucluq ayı ilə üzləşibsiniz ki, siz bu orucluq ayın sizlə olan şəxslərin çoxu dünyasını dəyişdi, bu orucluğu dərk eləyə bilmədi. Ya əslən heç orucluğu xəstə oldu, tuta bilmədi. Amma hər halda bizlər ki, bu orucluğu dərk elədik, bu Allah tərəfindən bizim üçün böyük bir dənə fürsətdir, böyük bir dənə nemətdir. Ki biz məsələn ölülər sırasında olmadıq, bu ayın bərəkətindən istifadə elədik. Odur Peyğəmbər bunu sevirin buna. Ki orucluqla siz üzləşdiniz, orucluq sizin sorağınıza gəldi və siz orucluğu dərk elədiniz. Bir bərəkəti, bərəkətlə. Zahirdə budur ki, bərəkət adətən mənəvi şeylərdə olur, maddi şeylərdə məcazi mənada gəlir. Çünki bərəkətin mənası budur ki, bir şey ki, başlanğıcı var və sonu yoxdur. Xəyrün kəsir, çoxlu fayda. Quran-ı Kərimdə də Allah təbarək və təala bəzən də bərəkəti özünə nisbət eləyir. Təbarəkallah, pəs pakdır o Allah biyədikil mülk, malikiyyət, hakimiyyət onun əlindədir. Mənası budur ki, yəni Allah təbarək və təala malikiyyəti heç vaxt zayi olmaz, heç vaxt məğlub olmaz. Allahın malikiyyəti həmişəlikdir, davamlıdır və sonsuzdur. Və orucluğun da faydası bu cürdür, mənim əzizlərim. İnşallah bu xütbənin sonraki cümlələrində istifadə olunacaq ki, orucluğun nə qədər böyük faydası var. Amma biz bilək ki, orucluğun faydası gələn orucluğa qədər deyil. Biz bu orucluqda əbədi saadətimizi istəyirik, sonsuz. Biz əbədi cənnəti istəyirik, sonsuz. Qabaqdan Qədir gecəsi gəlir. Bu Qədir gecəsində biz əbədi xoşbəxtliyimizi istəyirik. Ona görə orucluq başlayır və bunun sonu yoxdur, bu xeyrin sonu yoxdur. Bu xeyrin sonu nə qədər istəsək burada biz ala bilərik. Odur Peyğəmbər burada bu ay bərəkətlə gəlir və bir rəhmətlə gəlir. Rəhmətin çoxlu mənası var. Cürbəcür mənalar var, amma mənim xoşuma gələn mənalardan biri budur ki, rəhmət yəni Allahın nəvazişi hər bir şeyi əhatə eləyir. Və bu ayda o əhatə 1-ə 10 çoxdur. Allahın bizə qayğısı, Allahın bizə baxışı, Allahın bizə etdiyi nemətlər bu ayda o birisi aylara nisbətən daha çoxdur. Və məğfirət və bağışlamaqlıq. Ən gözəl nemətlərdən biri budur ki, insan arxain ola Allah tərəfindən bağışlanılıb. Etdiyi və yaxud bundan sonra Allah eləməsini ehtimal verdiyi günahlardan amandadır. Bundan böyük bir nemət yoxdur. Amma mənim əzizlərim, necə ki, hər bir ölkənin milli günlərində, milli bayramlarında görürsünüz, o ölkənin böyükləri əff fərmanı imzalayırlar, insanları bağışlayırlar, hətta günahkarları bağışlayırlar. Orucluq da bir növ Allahın bizim üçün əff fərmanıdır. Allah təbarək və təala burada səmimi gələn insanların bütün günahları bağışlayır. Esselamu aleykum və rəhmətullah.